xanım. Biri var idi, biri yox idi. Balaca bir yuvada bir qara böcək yaşayırdı. Günlərin bir günü bu böcək dünyanı səyahət etmək qərarına gəlir və özünə dost axtarmaq istəyir. Yuvasından çıxaraq yola düzəlir. O yolda özünə bəzək-düzək verir. Güllərdən özünə don, fındıq qabığından ayaqqabı hazırlayır. Üzünü otların şehi ilə yuyur. Gözlərinə sürmə çəkir. Bəzənib düzənərək yola düzəlir. Sürmə çəkdim gözümə, düşdüm çölün düzünə. Dost gəzirəm özümə, dost gəl hardasan, tez gəl hardasan, tık tık tık. Bir xeyli getdikdən sonra bir təpənin üstündə çobana rast gəlir. Çoban Tıq-tıq xanımı görüb deyir: "Qara qız, hara gedirsən belə?" Tıq-tıq xanım cavab verir: "Ey, bura bax, qara özünsən. Mən saçı Suray xanımam, donu Daray xanımam." Çoban deyir: "Yaxşı, xanım, hara gedirsən belə?" "Çərə gedirəm, çürə gedirəm. Sənə nə var, hara gedirəm? Özümə dost axtarıram." Çoban tez dillənir: "Özünə dost axtarırsan? Mən hazır." Tıq-tıq xanım bu sözləri eşidərək fikrə gedir və soruşur: "İşte birdən acıqlandırsam səni, nə ilə vurarsan məni?" Çoban dillənir: "Alaram çomağı əlimə, vuraram səni." Bunu eşidən Tıq-tıq xanım qaçır və deyir: "Siz bir buna baxın, bunun dostluğuna baxın." Tıq-tıq xanım beləcə öz yoluna davam edir. Sürmə çəkdim gözümə, düşdüm çölün düzünə. Dost gəzirəm özümə, dost gəl hardasan, tez gəl hardasan, tık tık tık. Və təpələrin birinin üstündə Tülkü bəyə rast gəlir. Tülkü bəy onu görcək deyir: "Nazlı xanım, duzlu xanım, hara belə? Çərə belə, çürə belə. Sənə nə var, hara belə? Özümə dost axtarıram." Tülkü bəy tez cavab verir: "Dost axtarırsan? Məndən yaxşı dost hanı?" Tıq-tıq xanım onun da sözlərini eşidərək fikrə gedir və soruşur: "İşte birdən acıqlandırsam səni, nə ilə vurarsan məni?" Tülkü cavab verir: "Salaram dişimə, əzərəm səni." Bunu eşidən kimi Tıq-tıq xanım yenə də qaçmağa başlayır və ayağı ilişib yıxılır. Deyir: "Səndən mənə dost olmaz." Tıq-tıq xanım yenidən öz yoluna beləcə davam edir. Sürmə çəkdim gözümə, düşdüm çölün düzünə. Dost gəzirəm özümə, dost gəl hardasan, tez gəl hardasan, tık tık tık. Bir xeyli getdikdən sonra bir yuvanın ağzında dayanmış Sıçan bəyə rast gəlir. Sıçan bəy Tıq-tıq xanımı görüb deyir: "Tıq-tıq xanım, saçı Suray xanım, donu Daray xanım, hara gedirsən?" "Çərə gedirəm, çürə gedirəm. Sənə nə var, hara gedirəm? Özümə dost axtarıram." Sıçan bəy tez deyir: "Gəl ikimiz dost olaq, birlikdə yaşayarıq. Yükümüz də az olar." Tıq-tıq xanım bu sözləri eşidib fikrə gedir və soruşur:
İşte birdən acıqlandırsam səni, nə ilə vurarsan məni? Siçan cavab verir. Quyruğuma yağ çəkərəm, bal çəkərəm, yanağına xal çəkərəm. Bu sözləri eşidən Tıq-tıq xanım çox sevinir və deyir: "Onda mən razı." Onlar Siçan bəylər şad-xürrəm yaşamağa başlayırlar. Günlərin bir günü Siçan bəy deyir: "Xan pişiyi, bəzəyib ev eşiyi, toyudur. Gedim əlimə keçəndən daşıyım gətirim evə, dar gündən ötürü." Tıq-tıq xanım soruşur: "Bəs mən?" Siçan deyir: "Ora getmək xatalıdır. Sən otur evdə, ev eşiyə bax." Siçan bəy xan evinə yola düşür. Evdə tək qalan Tıq-tıq xanım gəzmək qərarına gəlir. Gəlib bir balaca gölməçənin kənarında oturur və onu görən bir kirpi ona yaxınlaşıb soruşur: "Nə olub? Kefin yoxdur?" Tıq-tıq xanım deyir: "Siçan bəy özü kefdə, məni tək qoyub evdə. Ondan mənə dost olmaz. Gəl səninlə dost olaq." Kirpi gülüb deyir: "Ha, mənim öz dostlarım özümə bəsdir." Söyləyir və oradan gedir. Siçan bəy qorxaraq birtəhər xan pişiyin evinə girir və oradakı yeməklərdən toplamağa başlayır. Kirpi getdikdən sonra evə qayıtmaq istəyərkən Tıq-tıq xanım ayağı sürüşür və balaca gölməçəyə düşür. Bu zaman yoldan xan pişiyin evinə toya gedən atlı pişiklər keçir. Onları görən Tıq-tıq xanım deyir: Ey, ay gedən atlı, əli var atlı, xan evinə gedərsən, xan plovu yeyərsən, Siçan bəyə deyərsən, Tıq-tıq xanım, saçı suray xanım, donu daray xanım, düşüb dərə çuxuruna, tez özünü çatdır ona." Pişiklər xan pişiyin toyuna gedib çatar-çatmaz, oradakı digər pişiklərə də söhbəti danışırlar. "Tıq-tıq xanım, saçı suray xanım, donu daray xanım, düşüb dərə çuxuruna, az qalıb axırına." Siçan bəy pişiklərin bu sözünü eşidib, tez əlindəkiləri də qoyub Tıq-tıq xanımın yanına gəlir. Gölməçənin kənarında dayanaraq əlini uzadıb deyir: "Əlini mənə əbəstərəcək." "Yox, mən səndən küstərəcək." "Əlini mənə əbəstərəcək." "Yox, mən səndən küstərəcək." "Əlini mənə əbəstərəcək." "Yox, mən səndən küstərəcək." Küstərəcək. Mən də sənə quyruq göstərəcək." Siçan bəy üzünü çevirib uzaqlaşmaq istəyəndə Tıq-tıq xanım tez onun quyruğundan tutub gölməçədən çıxır. Və bundan sonra Siçan bəy daha onunla dostluq etmək istəmir və Tıq-tıq xanım yenidən tək qalır. Göydən üç alma düşdü. Biri mənim, biri sənin, biri də nağıl söyləyənin.